Elifim sualını izah edək. Bu Vagif Atakişiyevin Elifim kitabı, yəni Elifimi hazırlaşan uşaqlar üçün hazırladığı kitabıdır. Gəlin baxaq. Deyir ki, oxşar quruluşa malik olan və oxşar funksiyanı yerinə yetirən hüceyrələr qrupudur. Gəl birinci hüceyrədən orqanizmə görə sıralayaq. Gəlin baxaq. Yəni hüceyrə gəlir birinci. Göz buradan yazım. Birinci hüceyrə gəlir. Daha sonra ona birləşir toxuma əmələ gətirir. Toxuma birləşir orqan əmələ gətirir. Orqan əmələ gətirir. Orqanla birləşir orqanlar sistemi və qısaca yazılan ondakı qalır orqanizm əmələ gətirir. Deməli, oxşar, bizə sualda ki, oxşar quruluşa malik olan, oxşar funksiyanı yerinə yetirən hüceyrələr qrupudur. Bu toxumadır. Burada da toxuma göstərilib 5 rəqəmli. Ona görə cavab Y variantı olacaqdır.